Qaradəniz bölgəsinin ən çox sevilən balığı olan hamsi balıq hazırladım tavada və reseptini paylaşıram. Balıq dünyasının hamsi balığını aldım Araz marketdən. Balıqlar buzlu olduğu üçün 10-15 dəqiqə suda saxladım, buzu açılsın. Sonra isə qaba mısır unu tökdüm. Onun da üzərinə duz istiot və buzu açılmış hamsi balığını da mısır ununun üzərinə töküb bu şəkildə qatışdırdım. Sonra isə hamısını tavaya bu formada yaydım. Hamısını tavaya yaydıktan sonra isə üzərinə zeytun yağı və ya qarğıdalı yağı da tökə bilərsiniz. Mən qarğıdalı yağı tökdüm. Sonra isə qapağı örtülü şəkildə bir tərəfini bişirdim. Bir tərəfi tam qızardıktan sonra isə balığı bu şəkildə qapağın üzərinə çevirdim. Yəni tərs formada digər hissəsi də bişsin və sonra digər hissəsini də bişirmək üçün tavaya əlavə etdim. Yaxşı qızardıktan sonra balıq hazır. Üzərinə də limon sıxdım. İnanılmaz ləzzətli alındı. Yəni əgər evdə hamsi balığı hazırlamamışsınızsa mütləq bu reseptlə hazırlayın. Restoranlarda yediyinizdən qəti fərqlənmir, daha da ləzzətli alınır. Evdə hazırlamaqla həm cibinizə qənaət etmiş olursunuz və daha da ləzzətli balıq yeyir.